Trapesiyanın diaqonallarının orta nöqtələr arasındakı məsafə 2-dir. Yəni P2 məsafəsi 2-dir. Trapesiyanın kiçik oturacağı 12 olarsa, böyük oturacağının uzunluğu soruşur. Trapesiyanın diaqonallarının orta nöqtəsini birləşdirən düz xətt parçasının uzunluğu oturacaqların fərqinin yarısına bərabərdir. Yəni x çıxılsın 12 bölünsün 2 bərabərdir P2 məsafəsinə. O da 2-dir. Buradan tapıram x çıx 12 bərabərdir 2 vur 2 4-ə. X-in özü bərabərdir 4 plus 12, yəni 16-ya. Düzgün cavab Y variantı. Başqa necə həll etmək olardı? Diqqət etirin. Bu trapesiyanın kiçik oturacağı 12-dir. Bu gördüyümüz üstbucaq üçün EMP orta xətti. Üstbucağın orta xətti paralel tərəfin yarısına bərabərdir. Yəni bura 12-dirsə, MP məsafəsi olmalıdır 12 bölünsün ki 6-dır. Digər tərəfdən diqqət etirin buradakı böyük üçbucağı, yəni bu üçbucağa. EM2 məsafəsi də bu gördüyümüz üçbucağın orta xəttidir. Bu məsafə 6 plus 2 8 olduğundan oturacaq, yəni x olmalıdır 8 vur 2 bərabərdir 16.